Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində 3,5 sot torpaqda bax qarşıda gördüyünüz 2 mərtəbəli həyət evi satılır. Qiyməti 110 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Hal-hazırda navesin alt hissəsində, eyni zamanda darvazadan giriş hissəsində yerləşirəm. İndi isə birinci mərtəbəyə keçirəm. Birinci mərtəbədə 2 otaq, ikinci mərtəbədə 3 otaqdır. Mən bildiyimə görə bu evin deməli tikildiyi ilə görə ipotekaya yararlıdır. Sol tərəf bax bura koridordur. Sol tərəf 130 kvadrat metrdir. Sol tərəfdə mətbəxdir. Bax necə görürsünüz bu cürdə var. Deməli mətbəx hardasa 2,5-ın 3-ədir. Ola bilsin 3,5-adır. İndi isə deməli otaqlardan birini göstərirəm. Bax bura birinci mərtəbənin otaqlarıdır. Şəhərin özündədir. Yəni köhnə Şəmkir avtovağzalının yuxarı hissəsi demək mümkündür. Bura isə deməli birinci mərtəbənin otağıdır. Bax birinci mərtəbənin otağı bu cürdür. Ancaq onu da deyim ki 41 nömrəli məktəbdən, yəni bu həyət evinə qədər olan məsafə maksimum 300 metrdir. Yəni bax bu cürdür. Yenidən otaqların necə yerləşməsini sizə göstərirəm. Dediyim kimi sənədi çıxarışdır. Yəni asan xidmətli alqı-satqıya gedən sənəddir. Bundan başqa deməli 130 kvadrat metrdir. Çox yaxınlıqdan 24 nömrəli marşrut işləyir. Bildiyiniz kimi bu əraziyə deməli aşağıdan 41, bu tərəfdən isə deməli 22 nömrəli orta məktəb yaxındır. İndi mən sizə deməli bu həyət evinin bağçasını göstərirəm. Təxminən ondan çox deməli ağac növ var. Qarşıda qarajı var. Qarajın küçəsi deməli darvazası küçəyə açılır. İndi isə deməli 6 tonluq baseynisi var, 2 tonluq bakı var. Bura isə hamamıdır. Bax hamamı bu cürdür. Yenidən mən sizə hamamını göstərirəm. Bax bu cürdür. İndi isə ikinci mərtəbəyə qalxıram. Yenidən deməli mən evin xarici görünüşünü sizə göstərirəm. Qiyməti 110 min manatdır. Qiymətində mən bildiyimə görə mütləq razılaşma olmalıdır. Bir balaca ikinci mərtəbədə mən bildiyimə görə 3 otaq olmalıdır. Bax təmirini necə görürsünüz bu cürdə var. Qiyməti həqiqətən deməli bax bu həyət evinin yerləşdiyi yerə görə, yəni şəhərin özüdür. Başqa regionlar üçün deyirəm. Bax bura otaqlardan biridir. Təmirini necə görürsünüz bu cürdə var. O otaq birinci otaq, bu otaqlara nisbətən bir balaca kiçikdir. Yenidən mən bu otaqlar hardasa uzunluğu 8, eni isə 4 metrdir. Yenidən deməli ikinci mərtəbədən mən sizə deməli bağçanı göstərirəm. Bax bu cür belə bir həyət evinin qiyməti 110 min manatdır. Qiymətinə görə qiymətində mütləq razılaşma olmalıdır. Bura isə deməli 3-cü otaqdır. İkinci mərtəbənin bax belə sizlərə uğurlar.